Salam əziz izləyicilər. Bu gün mən sizlərlə şagirdlərin ən çox əziyyət çəkdiyi bir məsələ tipinə baxacağam. İşçi məsələsinə baxırıq. Deməli, 2 briqada bir işi birlikdə 30 günə yerinə yetirir. 6 gün birlikdə işlədikdən sonra bu işi təkcə birinci briqada davam etdirərək 40 günə yerinə yetirə bildi. Bu briqadalar təklikdə bu işi neçə günə yerinə yetirər? Burada nə edə bilərik? Birinci briqada ilə ikinci briqadanın işini bilmək deyən, yəni bir gün, daha doğrusu işi neçə günə yerinə yetirdiklərini bilmək deyən, biz birinci briqadaya deyək ki, X gün, yəni birinci briqada bu işi X günə yerinə yetirsin. İkincisi Y günə yerinə yetirsin. Onda bir günə birinci briqada işin X-da bir hissəsini yerinə yetirir. İkincisi Y-də bir. Və cəmi də 30 günə yerinə yetirdiklərinə görə 30'da 1 hissəsini bir günə yerinə yetirəcəklər. Onda birinci təlimimiz belə olacaq. 1 bölü x üstə gələk 1 bölü y bərabərdir 30'da 1. Sonra ardını oxuyuruq. 6 gün birlikdə işlədilərsə, onda birinci briqada 6 bölü x-in görər işin, ikinci briqada 6 bölü y-in. Və bu zaman ikinci briqada artıq gedir, iş qalır birinci briqadanın boyunda. Və birinci briqada da işi davam etdirmək istəyir və 40 günə bitirir. Yəni 40 bölü x və bərabərdir 1. Niyə 1? Çünki hər şey bir tam hissədən ibarətdir, ona görə 1. İndi bu iki tənliyi sistem tənli şəklində həll edək. Birinci ortaq məxrəc tapsaq, x, y-də, x üstə gələk y, ya da y üstə gələk x bərabərdir 30'da 1. Buradan çarpaz vursam, x, y bərabərdir 30x üstə gəl 30y. İndi aşağıdakı tənliyi həll etməyə çalışaq. Deməli, bunları bir toplasaq, olacaq 46 bölü x üstə gələk 6 bölü y bərabərdir 1. Ortaq məxrəc eləsək, x, y-də 46y üstə gəl 6x bərabərdir 1. Çarpaz vursaq, x, y bərabərdir 6x üstə gələk 46y. Deməli, x, y-də bu hissələr. Ona görə bu hissələr bir-birinə bərabər olmalıdır. Onda biz nə edəcəyik? Deməli, yazacağıq ki, 30x üstə gələk 30y, 30x üstə gələk 30y bərabərdir 6x üstə gələk 46y. Və x-ları bir tərəfə, y-ləri bir tərəfə atsaq, yəni x-ları sola, y-ləri sağa atsaq, alacağıq ki, 24x bərabərdir 16y. Hər tərəfi 8-ə bölsək, biraz sadələşməsi üçün 3x bərabərdir 2y alarıq. Və buradan biz bilirik ki, x 2k-ya bərabərdir, y 3k-ya bərabərdir. Amma bitmədi misal. Biz indi bu x, y aparıb istədiyimiz tənlikdə yerinə qoya bilərik. Məsələn, aparıq birinci tənlikdə yerinə qoyuruq. Bax, bu tənlikdə qoyaq yerinə. Bu tənlikdə qoysaq yerinə, deməli, bu tənlikdə. Alacaq nə? Deməli, olacaq 3k bu 2k. 6k-nın kvadratında 5k bərabərdir 30'da 1. İxtisarımızı aparsaq, k-ların biri gedir. Deməli, k-ların birini ixtisar aparsaq, alacaq nə? 30'dan da 6'ını aparsaq, k-nı alacaq biz 25. K 25 olduğuna görə artıq biz birinci və ikinci briqadanı təklikdə gördük iştirak bilərik. Çünki birinci briqadaya biz demişdik 2k olacaq 50 gün. İkincisində isə 3k dediyimizə görə olacaq 75 gün.